Mən Gülməmmədov Hatəm artıq bir ildir ki, birja ticarəti ilə bağlı Investazın müəllimlərindən dərs alıram və birjada ticarətlə məşğul oluram. Mən əvvəllər elə bilirdim ki, birjada alış və satış əməliyyatları zamanı zərərin dayandırılması mənasını verən stop-loss əmrini yerləşdirməsək də, bazarda uzun müddətli gəlir əldə etmək mümkündür. Lakin sonradan öyrəndim ki, kiçik zərərlərə razılaşmamaq bizi daha böyük zərərlərə sövq edir. Yəni trader kiçik zərərlərə razılaşmadığı zaman itirdiyi vəsaiti geri qaytarmaq üçün daha aqressiv ticarət etmək qərarına gəlir və bu əməliyyatlar da uğursuzluqla nəticələndikdən sonra psixologiya pozulur və balansındakı vəsaitin böyük hissəsini itirərək bazarı tərk edir. Lakin stop-loss əmri yerləşdirmək bizə bazarda daha uzun müddətli qalmağı, balansımızdakı vəsaiti qorumağı və növbəti fürsətlərdən yararlanaraq qazancımızı artırmaq imkanı yaradır. Eyni zamanda bu bizə səhvlərimizi görmək və növbəti əməliyyatlar zamanı bu səhvlərə təkrar qayıtmayaraq daha uzun müddətli qazanc əldə etmək və bazarda uzun müddət qalmaq imkanı yaradır. Unutmamaq lazımdır ki, maliyyə bazarında uzun müddət qalmağı bacaran hər zaman qazanır.